Bir çox xanımların və bəylərin ortaq problemi saç tökülməsidir. Bugün sizlər üçün ta qədimdən istifadə olunan ən faydalı vasitəni göstərəcəm. Bir ədəd soğanı soyub rəndədən keçiririk. Suyunu sıxıb barmaqlarımız vasitəsilə saçlarımıza masaj edərək yedizdiririk. Hər tərəfinə bu suyu çəkdikdən sonra saçlarımızda 30-40 dəqiqə saxlayıb daha sonra şampunla təmiz yuyuruq. Bunu həftədə 2 dəfə etməyiniz kifayətdir. Soğan suyu saç tökülməsini azaldır, tərkibində olan kükürt saçların köklərini gücləndirir, qan dövranını sürətləndirir, saçın köklərini aktivləşdirir, yeni saç çıxmasını dəstəkləyir. Xüsusən də seyrəklənmiş sahələrdə müntəzəm istifadə etdikdə çox gözəl nəticə verir. Saçlara parlaqlıq verir, saç telini möhkəmləndirir, daha canlı və parlaq göstərir. Bu qədər xanımlar, bəs siz hansı vasitədən istifadə edirsiniz? Rəylərdə yazın ki, birlikdə istifadə edib faydalanaq. Hər zaman gözəl və baxımlı qalın.